Salamünaleyküm əziz dostlar, hər vaxtınız xeyir olsun. Əvvəlki videodakı görürsüz çəkdiyimiz ev ki var. Yadınıza gəlirsə sizlərlə paylaşmışdıq. 5 nəfərin qaldığı qəza vəziyyətində olan ev idi. Bu da artıq təzə ev Allahın köməkliyi ilə. Siz xeyirxah dostların sayəsində tikilib ərsəyə gəlib. Allah köməyiniz olsun. Hər kim ki bura maddi, mənəvi, hər nə dəstək olmuşdu. İndiyəcən də dəstək olur. Allah qazancına bərəkət versin. Yəni, çəkib paylaşmaqda məqsədimiz odur ki, görəsiniz ki, sizlərin manatlarının sayəsində neçə belə evlər tikilib ərsəyə gəlmişdi. Bu evin də gördüyünüz kimi bütün işləri demək olar tamamlanıb. Qalan işləri ki var. Bax əzizlər, gördüyünüz bax bu hamamıdır. Bunun montajına borular yətlər lazımdır. Heç adı yoxdur bu hamamın. Kimsə istəsə bu işlərə alıb göndərə də bilər. Xəbər eləyəsiniz, biz sizdən götürək, ailələrə təhvil verək. Bu kuxuna işidir, görürsünüz ki, üstdən çıxma polla yadından bir təhər düzəldib bərpa ediblər də. İşıqları, yadları çəkilib, Allah köməklər olsun. Çox adam ehsan eləyib bu işləri. Gördüyünüz kimi düzəlib. Allah'a şükür çox işləri. Qapıları da var, üstdən çıxmadı hamısı. Pəncərələri də gördünüz, üstdən çıxmadı. Gözəl qaydada ustalar işləyib. Bu yerəçən gətirilib. Amma tam köçüb içərisində yaşamaqdan ötürü bəzi şeylər var ki, onlara ehtiyac var. Onlar da sizlər üçün sadaladıq da. Üstünün istiklavatıdır, sementdir, harasa bir 30 kisə. Ondan sonra hamamın montajıdır. Bu şeylərə Allah köməyiniz olsun. Hər kim istəsə Allaha xatir dəstək olar ki, bu ailələr buracan gətirilib. Heç olmasa buradan belə də köçüb rahat yaşasınlar. Sizlərə də dua eləsinlər. Allah köməyiniz olsun. Bundan başqa ki işlərimiz var. İnşallah sizlərlə paylaşacağıq.